Урок 23. Цветы – улыбка солнца. Çiçekler güneşin tebessümüdür. Они – символ весны. Onlar yazın рәмзиdirlər. Они являются лучшим подарком в любой ситуации. Onlar istənilən situasiyada ən yaxşı hədiyyədirlər. Это нежные и хрупкие создания природы. Bu, təbiətin zərif və kövrək varlıqlarıdır. Ими лучше любоваться в саду, а не в вазе. Onlara güldanda değil, bağda tamaşa etmək daha yaxşıdır. О каком очаровательном предмете живой природы идет речь? Canlı təbiətin hansı füsunkar nümunəsindən söhbət gedir? Речь идет о цветах. Söhbət güllərdən gedir, çiçəklərdən gedir. Установите соответствие реплик. Репликаların uyğunluğunu bərpa edin. Здравствуйте. Salam. Добрый день. Günortanız xeyir. Чем могу вам помочь? Sizə necə kömək edə bilərəm? У бабушки день рождения. Nənəmin ad günüdür. Хочу подарить ей букет. Ona buket hədiyyə etmək istəyirəm. Какие цветы ее любимые? Onun ən sevdiyi çiçəklər hansılardır? Вы не знаете? Bilmirsiniz. Она очень любит тюльпаны. O zamaqları çox sevir. Нам как раз вчера привезли свежую партию тюльпанов. Bizə elə dünən yeni zambaq partiyası gətirilib. Мне очень нравятся вот эти белые тюльпаны. Mənim bax bu ağ zambaqlar çox xoşuma gəlir. Отлично. Сейчас соберу вам букет. Əla, indi sizə buket yığaram. Опишите картинку по вопросам. Şəkli suallara əsasən təsvir edin. Что изображено на картинке? Şəkildə nə təsvir olunub? На картинке изображен сад. Bağ təsvir olunub şəkildə. Сад какой? Bağ necədir? Сад красивый, зеленый и цветущий. Bağ gözəl, yaşıl və çiçəklənəndir. Что растет в саду? Bağda nə bitir? В саду растут цветы и плодовые деревья. Bağda çiçəklər və meyvə ağacları bitir. Какого цвета эти цветы? Эти цветы белого, красного, розового, желтого и фиолетового цвета. Bu çiçəklər ağ, qırmızı, çəhrayı, sarı və bənövşəyi rənglərdədir. Кто в саду? Bağda kim var? В саду девочка и мальчик. Bağda qız və oğlan var. Что делает девочка? Qız neynir? Девочка поливает цветы. Qız gülləri suluyur. А что делает мальчик? Oğlan neynir? Мальчик работает с лопатой, копает землю. Oğlan bel ilə işləyir, yeri qazır. Прочитайте текст и выполните задание к нему. Mətni oxuyun və ona aid olan tapşırıqları yerinə yetirin. Mətni çox yavaş oxuyacağam. Əgər tələsirsinizsə 2x eləyə bilərsiniz. Весна радует нас теплыми лучами солнца. Yaz bizi güneşin isti şüalarıyla sevindirir. Радует sevindirir. Теплыми лучами солнца. Güneşin isti şüalarıyla. И вот появляются они, весенние цветы. Və budur onlar meydana gəlirlər, onlar yaranırlar. Meydana gəlmək, yaranmaq появляется. Весенние цветы, yaz çiçəkləri. Сколько приятных эмоций дарят они нам. Onlar bizə nə qədər xoş emosiyalar bəxş edirlər. Приятные эмоции, xoş emosiyalar. Дарят, bəxş edirlər. Сначала появляются подснежники. Əvvəlcə qar çiçəkləri
meydana gəlirlər, qar çiçəkləri çıxırlar. Подснежники. Это самые первые весенние цветы. Bu ən ilk yaz çiçəkləridir. Они рады солнцу, но не боятся и резких холодов. Onlar günəşə sevinirlər, ancaq qəfil soyuqlardan da qorxmurlar. Но вот, уже распустились нарциссы. Ancaq budur, artıq nərgislər açılıb. Их аромат мы чувствуем издалека. Onların ətrini biz uzaqdan hiss edirik. Aromat, ətir. Чувствуем, hiss edirik. Издалека, uzaqdan. Разноцветные тюльпаны радуют глаз. Rəngarəng tülpanlar gözləri şad edir, sevindirir. Разноцветные, rəngarəng. Хочется нарвать букет. Но на грядке они будут жить дольше. Buket dərmək istəyirsən, amma yerində onlar daha çox yaşayacaqlar. Поэтому лучше любоваться ими во время прогулки по нашему саду. Buna görə də onlara bağımızda gəzərkən tamaşa etmək daha yaxşıdır. Вот большой куст сирени. Budur. Böyük yasəmən kolu. Он весь в цветах. O tamamilə çiçək içindədir. Yəni tamamilə çiçək açıb. Как приятно вдыхать аромат этих красивых цветов. Bu gözəl çiçəklərin ətrini duymaq necə xoşdur. Белые лилии будто стесняются. Ağ zambaqlar sanki utanırlar. Опустили головки. Başlarını aşağı salıblar. На каждом стебельке целый букет прекрасных цветов. Hər gövdədə gözəl güllərdən ibarət bütöv bir buket var. Они будут распускаться постепенно и радовать нас своим ароматом и своей красотой еще nесколько dней. Onlar tədricən açılacaqlar. Hələ bir neçə gün bizi öz gözəllikləri və ətirləri ilə sevindirəcəklər. Озаглавьте текст. Mətnə ad verin. Весенние цветы. Yaz çiçəkləri. Дополните предложение в соответствии с текстом. Cümlələri mətnə uyğun olaraq tamamlayın. Лучше не рвать цветы, а любоваться ими во время прогулки, потому что на кустах они живут дольше. Yaxşı olar ki, çiçəkləri dərməyək, onlara bağda gəzərkən tamaşa edək, çünki kolun üzərində onlar daha çox yaşayırlar. Первые весенние цветы – это подснежники. İlk yaz çiçəkləri qar çiçəyidir. Лилии радуют нас своим ароматом и красотой несколько дней, потому что они распускаются постепенно. Zambaqlar tədricən açıldıqları üçün bir neçə gün bizi öz ətri və gözəlliyi ilə sevindirirlər. Продолжите описание в соответствии с текстом. Təsviri mətnə əsasən davam etdirin. Цветы, çiçəklər. Первые, разноцветные, ароматные. Digərlərini də eynən mətnin içində nə verilibsə onu seçirik. Весенние, красивые, прекрасные. Выделенные в тексте слова замените синонимом. Mətndə seçilmiş sözü sinonim ilə əvəz edin. Seçilmiş söz aromat, ətir. Sinonimi olacaq qoxu, запах. Прослушайте стихи и укажите названия цветов, которые были упомянуты в этом stihotvorение. Şeiri dinləyin və bu şeirdə adı çəkilən çiçəkləri göstərin.
Укажите в прослушанном тексте стихотворения прилагательные, которые относятся к слову «цветы». Şeirdə цветы sözünə aid olan sifətləri göstərin. Üçüncü audio tapşırıqda isə uyğunluğu tapırıq. Yəni, hansı feil, hansı suala cavab verir. В садах у нас растут цветы волшебной, нежной красоты. Как аромат благоухает, а люди их оберегают. Сажают, полют, поливают, дарить друзьям не забывают. Но я люблю цветы простые, не броские, а полевые. Ромашки, ландыш, васильки, гвоздичих ярких огоньки. Пусть скромен очень их букет, а для меня милее нет. Новикова. Cümleleri tamamlayın. Поставьте существительные справа столбика в творительном падеже. Sağ tərəfdə gördüyünüz isimləri tворительный падежdə işlədib cümləni tamamlayacaq. Futbol kişi cinsində olan, sonu samitlə bitən sözdür. Tворительный падежdə om şəkilsi qəbul edəcək. Futbolom. Futbolist занимается футболом. Futbolçu futbolla məşğul olur. Şahmatı cəmdədir. Ona görə tворительный падежdə ami şəkilsi qəbul edəcək. Шахматами. Шахматист занимается шахматами. Şahmatçı şahmatla məşğul olur. Muzika qadın cinsindədir. A hərfi ilə bitir. Oy şəkilsi qəbul edəcək tворительный падежdə. Музыкой. Скрипач занимается музыкой. Skripkaçı musiqi ilə məşğul olur. Цветы cəmdədir. Yenə ami şəkilçisi əlavə edəcək. Цветами. Florist занимается цветами. Florist güllərlə məşğul olur. Кем были эти знаменитые личности? Bu məşhur şəxsiyyətlər kim olublar? Nümunə üçün verilib. Fərid Mənsurov, победитель Олимпиады. Olimpiada qalibi. Uzeyir Gacıbekov, композитор и дирижер оркестра. Бахтияр Вагабзаде, поэт. Полат Гашимов, боевой генерал, национальный герой. Чингиз Мустафаев, журналист, национальный герой. Насиба Зейналова, народная артистка. Найдите соответствие. Uyğunluğu tapın. Stать волонтером. Könüllü olmaq. Könüllü, canlı olduğuna görə burada kim götürəcəyik. Stать кем? Kim olmaq? Узнать перед матчем. Maç öncəsi öyrənmək. Перед чем? Летать над побережьем. Qıyı üzərində uçmaq. Над чем? Гордиться другом. Dostunla qürur duymaq. Гордиться кем? Ona görə cansızlar чем, canlılar кем sualına cavab verəcək. В каком предложении выделенное слово употреблено в творительном падеже? Hansı cümlədə seçilmiş söz tворительный падежdə işlənib? 5-ci cümlə. Дядя Тимур посадил перед окном куст сирени. Teymur dayı pəncərənin qabağında yasəmən kolu əkib. Перед чем? Перед окном. Окно sonu o ilə bitən orta cinsdə sözdür. Tворительный падежdə om şəkilçisi qəbul edib. Digərlərində isə по физике дательный падеж, после субботника родительный падеж, на острове предложный падеж, для мамы родительный падеж.